Bizlərdən tez-tez soruşurlar ki, nafilə namazı nədir və necə qılınır? Nafilə namazı müstəhəb namazlardır və bunlar çoxdur. Amma ən çox tövsiyə olunan nafilə namazları gündəlik vacib namazların nafilə namazlarıdır. Gündəlik hər namazın özünə xas nafilə namazları var. O namazların rəkətlərini deyim sizə. Zöhr namazının nafilə namazı 8 rəkətdir. Əsr namazında həmçinin nafilə namazı 8 rəkətdir. Məğrib namazının, yəni şam namazının nafilə namazı 4 rəkətdir. İşa namazının, yəni xiftən namazının nafiləsi isə 2 rəkətdir. Həmçinin 11 rəkət gecə namazının nafiləsi, 2 rəkət isə sübh namazının nafiləsidir. Nafilə namazları 2 rəkət olaraq qılınır. Sadəcə olaraq yeganə vitr namazı 1 rəkət olaraq qılınır. Bundan əlavə İşa namazının nafiləsi vacib ehtiyata əsasən oturaq vəziyyətdə qılındığına görə 1 rəkət hesab olunur. Amma 2 rəkət formasında oturaq vəziyyətdə qılacaq. Və bunlar isə cəmlikdə 34 rəkət eləyir. Yəni gündəlik olaraq 17 rəkət vacib namazlarımız, 34 rəkət isə həmin namazların nafiləsi qılınır. Bu namazların hansı vaxtlarda qılınma qaydasını isə növbəti videomuzda sizinlə paylaşacağam. Allah ibadətlərinizi qəbul eləsin.